Deməli verilmiş funksiyada bizə deyir ki, funksiya bu şəkildədir və 2,29 nöqtəsindən keçir. Biz bilirik ki, birinci qiymət x-i, ikinci qiymət y-i ifadə edir və onda verilənləri yerinə yazsaq, y-in yerinə 29 yazıram. 29 bərabərdir k vurulsun loqaritma 2 əsasından 4 vurulsun 2 üstə gəlsin 8 şəklində yaza bilərəm. Və buradan da alıram ki, 29 bərabərdir k vurulsun loqaritma 2-dən 8 üstə gəlinsin 8. 2-dən 8-imizin 3 olduğu məlumdur. 29 çıxılsın 8 bərabərdir 3k yazıram. Yəni tənli kimi həll edirəm. 21 bərabərdir 3k-ya. K-mız isə 7 olmuş olur. Bizdən deyir ki, loqaritma k-dan 50 ədədin tam hissəsini tapın. Yəni loqaritma 7-dən 50-nin tam hissəsini soruşur. Və biz bilirik ki, əgər 7 üzərində 2 olsaydı 49 olardı. Demək ki, bu ədəd 2-dən böyükdür və tam hissəsi o zaman neçəyə bərabərdir? 2-yə bərabər olmuş olur.